Yəni, bu tərəfi də əhsəndir, o tərəfi də əhsəndir. İlahi yola girəndən sonra hər halda, lap yolda da ölsən, vəqa əcruhu, Quranda ayə var. Evindən, beytündən hicrət eləsən, yolda da belə ölsən, çatmaz onda, elə əcrüvə yetişdin. Dəxli yoxdur. Çatmırsan. Çıxış yolu verəcəyəm mən ona. Yəcəlləhu məxrəc maraqlıdır. Bunu qoy sizin mövzuya. Bir var, bir sünə istəyirəm deyim. Bir var, qapı var, bağlıdır. Bir də var, qapı yoxdur, yol yoxdur. Yusuf Peyğəmbərdə qapı var idi, bağlı. Özdə 40 dənə. 7 dənə, 44. 40 da deyində mən. Mən 40 bilmirdim, sizləşdi. Hər halda rəqəm biraz şirdi nədir? 7 dənə qapı var, bağlıdır amma. Allah neynədir? Açdı. Musada heç yol da yox idi. Yol olmayan yerdən yol açdı Allah Taala. Bir var, belə deyək də, yol var, Yusuf'un yol var, amma qapılar bağlıdır, qapılar bir. Heç yol yoxdur ki. Qabaq dəryadır, arxada da qoşundur. Bir onun qoşunu. Vur əlindən əsanı yol açıldı. Olmayan yerdən yol açdı Allah. Və mən yəttəqillah yəcəlləhu məxrəc. Orada Musa nə dedi? Dedi, innə məyə Rəbbi. Mənim Rəbbim var. Səyəhdini. O neyəcək? Özü mənə yolu göstərəcək. Əllamı gətirir təslimdə, deyir, fikir verin, deyir, bu belə dedi. İnnə məyə Rəbbi. Birinci mən dedi, sonra Rəbb dedi. Amma bizim Peyğəmbər deyir, la təhsən innəllahə mə'ana. Allah bizimlədir. Birinci Allah, mağarada məşhur. Sonra biz. Bir var deyir, insan məxluqdan gedir Allaha. Bir də var, Allahdan gəlir məxluqa. Burhan-ı Siddiqin var. Bir var, deyirsən ki, şirinli, deməli, bu yemək, deməli, bu şirniyyat şirindir, deməli, nə var? Şəkər var da, qənd var. Bir də var, deyirsən, yox, o var deyənə bu şirindir. Yəni, bir var, o tərəfdən məsələyə gəlməyib, bir var, buradan getməyə məsələyə. Bir var da, məxluq var deyənə xaliq var. Bir də var, deyirəm, xaliq var deyənə məxluq var. Əleyhissalamın ərəfə duasındakı kimi. Deyir ki, hə, ərəfdükə bik, səni sənlə tanıdım. Ha, bu nə sözdür? Səni, nə yaxşı ki, sən vardı, səni tanıdım. Bu, artıq məsələnin o tərəfindən gəlməkdir. Əllamə də Tohid Dəl-Qur'anında bu mövzunu açıb Allahla bağlı tanışdırdı. Bir yol da bunu deyib. Bir deyib, afaqi yol var, bir ənfusi yol var, bir dənə də bubusi yol var. İnsan onu görür. Onu görür, gəlir nəyə? Özünə sonra qayıdır məxluqata. Bizim Peyğəmbər də deyir, İnnəllahə məhənə. O, sonra